Herkese selamlar olsun. Bugün nişanlımla ve ailesiyle beraber geçirdiğim ilk yeni il vlogunu sizə səsləndirirəm. Həqiqətən bizim üçün çox maraqlı keçdi. İstəyirik ki, bu videonu sizinlə paylaşaq. Ümid edirəm siz də bəyənərsiniz. Əgər bəyəndinizsə, bizə takip etməyi unutmayın. İndi videoya keçək. Nişanlım, ailəsi sağ olsunlar. Mənim ürəyimdə olan hər bir arzuları reallaşdırdılar. Xonçalarımı ürəyim istədiyi kimi hazırladılar. Kiçik baldızım gəldi. Nişanlım kiçik baldızım ailəsini qarşıladı. Burada dayım, video çəkən isə dayı yoldaşı Habibiyə çox dərin təşəkkür hissimi bildirirəm ki, videomuza daha da rəng qatdı həqiqətən. Burada baldızlarım hər kəs hazırlaşır ki, daha tam təraklı şəkildə içəri girsin. Nişanlım hər şeyi planlaşdırır. Biz də nişanlım və ailəsi üçün gözəl süfrə hazırladıq. Onlar da bizim hazırladığımız təyamlı süfrələri çox bəyəndilər. Ondan az da olsa süfrəmizi paylaşıram. Nişanlımla tortu kəsdiyimiz zaman şəkildə paylaşıram. Daha sonra burada baldızımın uşaqları Leylüşüm, Uğurum, İlyazım bunlar gəlirlər içəri. Anamla bərabər onları qarşılayırıq. Anam uşaqları öpür, gələn qonaqlar qucaqlaşır, salamlaşır. Mən isə qapıdan içəri girəm. Uşaqlara deyirəm dayanın, girməyin içəri. Qoyun sizi rahat çəkim. Sonra içəri girdilər və onlar enerjili gəldilər. Hallarından çox məmnun ifadələri üzlərindən bəlli olur və gətirdiyi xonçaları divana qoydu. Leylüşüm qutuyu gətirir, həyəcan ora qoyur. Bayramın mübarək deyir, yeyərəm onu. Sonra gələn qonaqlarımız qaynanam tortu gətirir, baldızım. Qonaqlarımız daxil olurlar içəri. Qaynatamla görüşürəm. Böyük baldızın üzünün görünməməsin deyə bütün tuşlara basır. Nişanlıma deyirəm sən çıx çölə, sonra daxil olarsan. Sonra dayı gəlir, yeznələrimiz içəri daxil olurlar və qadınlar xonçaları otağa daxil edirlər ki, maraqlı videolar çəkilsin. Nişanlım təzədən içəri girir və gülü mənə təqdim edir. Mən də gülü çox sevirəm. O mənim gül sevdiyimi bilir və özənlə hazırladı. Çox təşəkkür edirəm. Nişanlımla bərabər çox xoşbəxtəm. Çünki o mənim xoşbəxt eləmək üçün əlindən gələn hər şeyi eləyir. İnşallah 2025-in mənə qazandırdığı ən dəyərli hədiyyə nişanlım oldu. Ümid edirəm ki, 2026-da nişanlımla gözəl günlər, ürəyimi istəyən bütün arzuları reallaşdırmağı Allah nəsib edər. Cəmi subaylara da inşallah xeyirli yar nəsib etsin Allah. Bütün qadınlara qadın xoşbəxtçiliyi arzu edirəm. Sevdiyi insan tərəfindən sevilməyi nəsib olsun inşallah. Və nişanlım burada limpartı açır. Leylüşlə də biz maraqlı baxırıq ki, görəsən necə olacaq. Və nişanlım burada limpartı partladır, yerə tökür. Mən əsəbləşmirəm, bayramdır. Sonra tortu kiçik baldızım tortu hazırlatdırıb gətirmişdi. Çox ürəyim istədiyi kimi olmuşdu. Leyliş onu mənə təqdim edir. Gətirdiyi hədiyyə. Burada görürsünüz necə maraqlı hədiyyə alıb mənə gərdanlıq Leylişim. Öpürəm Leylişimi çoxlu və ümid edirəm siz də bəyənərsiniz. Cəmi qızlara inşallah ürək istəyindən daha da gözəli nəsib olsun.